bizə tərəf gəlsin. Bu iki yarayan da bizə tərəf gəlsin. Bizdən soruşurlar ki, bu nöqtədə, məsələn, A nöqtəsində yekun maqnit sahəsinin indüksiya vektoru necə yönəlib? Ne edirsən? Mərkəzi bu nöqtədə olmaq şərti ilə A nöqtəsindən keçən bir çevrə çəksən. Oldu mu? Nə cürəcək? Baş parmağımızı gələn istiqamət tutacaq, düzdür belə. Deməli, B indüksiya vektoru necə yönəlibdir? Saat əqrəbinin əks istiqamət, toxunan yönəlir. Ha, belə olmayacaq. Ha, toxunan belədir. Bax, belə olacaq aslında. B1 belədir. Aydındır. Hə? Hə. Eyni qaydayla ikinci edirəm. İlk cəryanın mavi hissəsinin üstəsində. Bax, mərkəzi burada olmaq şərti ilə A nöqtəsindən bir dəmlə çevrə keçirsən. Oldu mu? Yenə belə düzdür. Saat əqrəbinin əks istiqaməti gələcək. Bax, buradan yenə toxunan olacaq. Bax, öz çevrəsində toxunan olacaq B2. Bunları toplayırıq. Ha? Belə. Buradan bura paralel çətsəm vektora, bunun ucundan da B1'ə paralel çətsəm, burada çətişirlər. O olacaqdır, bu vektor olacaq, bu iki vektorun cəmi. Bu B2 budur, B1 budur, B indüksiya vektoru belədir. Oldu. Bunu da bilsəm pis olmaz, bax bir, bunda bir fayda var. Gətirsən, sən burada yerləşdirsən belə bir dənə, bax, bir dənə qarasını götürək də. Bax, belə bir dənə mavi təqrəbi yerləşdirsən, mavi təqrəbinin içərisindəki istiqamət köründəki ilə normaldır. Eyni olmalıdır. Deməli, burası S olacaq, burası Y. Aydın oldu. Ha, bir dənə baş asan yolu deyim. Bax, bu I1'dir, bu I2'dir. Aydındır. Bunun burada yaratdığı belədir. Belə tapa bilirsən, belə qoyursan. Ha? Bunu da burada yaratdığı belədir. Bunları belə deyə bilərsən. Əgər çevrəsiz deyə bilərsən buna. Bunu qavrarsan, bu belə deyə bilərsən. Bu da asan yollar. Çox uşaqların çoxu bunu daha yaxşı qavrayırlar. Onun üçün mən içində verdim. Bu qədər.